İslam dinində tövbənin bir sıra şərtləri var. O şərtlərdən biri nədir? O şərtlərdən biri budur ki, günahı dərhal tərk etmək. Əgər sən həqiqətən də tövbə etmək istəyirsənsə, əvvəl dərhal o günahı tərk etməlisən. Və bu günahı tərk etməmişdən öncə peşimanlıq hissi olmalıdır insanın daxilində. Nədamət deyirlər. Bu da o şərtlərdən biridir. Bunun ardınca insan nə edir? Günahı tərk edir. Və ondan əlavə tövbənin şərtlərindən biri, bunu da yaddan çıxartmaq lazım deyil ki, həqqunnas deyirlər. Ürf içində də bu deyilir. Yəni insanların haqqı. Əgər insan günah edibsə, qeybət edibsə, yalan danışıbsa, kiməsə töhmət vurubsa, ittiham edibsə kimisə, haqqunnas insanların haqqıdır. Əgər mümkün həddində qaytarmalıdır və yaxud oğruluq edibsə, haram iş görüb qaytarmalıdır ya da halallıq almalıdır. Bir də haqqullah var. Bu da onun şərtlərindən biridir. Əgər insan namaz qılmayıbsa, oruç tutmayıbsa, Allahın haqlarını yerinə yetirməyibsə, onun qəzalarını yerinə yetirməlidir.